Əvvəlcə bəzi digər istiqamətlərə diqqət çəkək. İşsiz və iş axtaran şəxslər üçün daimi olaraq əmək yarmarkaları keçirilir və bu sözügedən şəxslərin işlə təmin olunmasında, eləcə də ölkədə işsizlik indeksinin azalmasında böyük rol oynayır. Hazırda Dövlət Məşğulluq Agentliyi növbəti belə yarmarkanı təşkil edib. Ətraflı məlumatı Rəqsanə İbrahimzadə bizə çatdıracaq. Rəqsanə, salamlayırıq səni. Buyur, söz səndədir. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi Dövlət Məşğulluq Agentliyi Azərbaycan Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirir və burada hazırda 105 işə götürən 1050-dən çox vakansiya təqdim edib və hazırda da elə burada tələbə və məzunların iştirakını biz müşahidə edirik. Sadəcə çoxdular, 2 və 3-cü mərtəbələrdə əmək yarmarkası keçirir. Daha detallı informasiyalara hazırda qonağım Habil Aliyev, Bakı Regional Məşğulluq Filialının müdirindən alacaq. Xoş gördük Habil bəy. Buyurun, detallı informasiyaları sizdən eşidək. Təşəkkür edirəm. Bugün Azərbaycan Dövlət İqtisad Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialı əmək yarmarkası təşkil etdik. Hal-hazırda davam edir. Əmək yarmarkasının təşkil olunmasında əsas məqsədimiz işsiz və iş axtaran şəxslərimizlə işə götürənlərin ünsiyyətini yaratmaq, həm işsiz və iş axtaran şəxslərin əmək bazarının tələblərinə uyğun kadr bazası üçün əlçatanlığını təmin etmək, həm də işsiz və iş axtaran şəxslərimizin işə götürənlərlə görüşünü təşkil edərək onların rahat iş tapmasına kömək etməkdən ibarətdir. Yarmarkada 100-dən çox müəssisə iştirak edir və 1050-dən çox vakansiyamız var. Vakansiya üzrə təqdim olunan maaşlar 400-1500 arasıdır. Biz əmək bazarının tələblərinə uyğun, əgər vətəndaşlarımız olmadığı durumlarda bizim Dövlət Məşğulluq Agentliyinin 175 peşə hazırlıq üzrə təlimi var, təhsil həyata keçirir. Uyğun olmayanlar həmin peşə hazırlıq kursuna cəlb olunaraq əmək bazarına qazandırılır. Təşəkkürlər. Çox sağ olun informasiyaları bizdən paylaşdığınız üçün. Bir daha xatırladım ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində 105 işə götürən 1050-dən çox vakansiya təqdim edir. Əmək yarmarkası keçirilir və elə burada da hazırda biz izdihamı müşahidə edirik və saat 9:45-dən etibarən başlayıb və bir neçə saata davam edəcək gözlənilir. Çatdıra biləcəklərimiz bu qədər idi. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatları bizə ötürdüyün üçün. Yarmarka çərçivəsində hansı işlərə sahib olmaq mümkündür, hansı məsələlər gündəmdədir, artıq biz də sizinlə bölüşdük. Anonslarımız olacaq sırada.